Bələdiyyələrin bu sahədə gördüyü işlərə baxaq. Bələdiyyələrin nəzdindəmi və yaxud da ki, onların düzəltdikləri, hazırladıqları, bərpa etdikləri stadionlardan sakinlər ödənişlə mi istifadə edirlər, yoxsa ödənişsiz? Çox sağ olun. Mən biraz haşiyədən kənara çıxmaq istəyirəm. 2013-cü ildə Gürcüstan Futbol Federasiyasının xahişi və təkidi ilə hazırki futbol aləminin əfsanələrindən biri olan Cristiano Ronaldo'nu dəvət elədilər Gürcüstana. Və o gəldi orada Tbilisidə bir futbol akademiyası açdı. Və 30 nəfər gənc istedadlı uşaqların seçilməsində şəxsən özü iştirak elədi. Onların sonraki inkişafında öz qayğısını göstərdi və nəticədə özünü gözlətmədi. 2024-cü ildə Avropa çempionatında Gürcüstan çox uğurla çıxış elədi. Hətta qrup mərhələsində çıxmaq şansı da var idi. Yəni çox gözəl, mükəmməl bir oyun nümayiş elədi. Azərbaycan futbol haqqında təəssüf ki, bu barədə belə optimist danışmaq mümkün deyil. Səbəblər də çoxdur. Səbəblərin də bir vaxt hazırda müzakirə olunan məsələlərdən biridir. Yəni uşaq futbolunun hardasa məhdudlaşdırılması. İndi baxırsınız ki, hardasa bir yaşıl meydança var idi. Oranı eləyiblər, yüksək mərtəbəli bina tikiblər və s. və ilaxır. Bələdiyyə, mən də burada Nizami Bələdiyyəsi nümayəndəsi kimi danışmaq istəyirəm. Bələdiyyələrin balansında belə bir meydançalar yoxdur. Amma bələdiyyənin əhatə etdiyi ərazilərdə, yəni yüksək mərtəbəli binaların qarşısında olan yaşıl meydançalar var və Nizami Bələdiyyəsi bu belə meydançalardan üçünü çox mükəmməl şəkildə təmir edib, uşaqların istifadəsinə verib. Düzdür, bizim o meydançadan istifadə qaydalarını nəzarətdə saxlama mexanizmi bizdə yoxdur. Yəni ki, bizim balansda deyil. Ancaq biz onun da çıxış yolunu tapmışıq. Həmin o binalarda yaşayan nüfuzlu şəxslərlə danışıqlarımız olub və onlardan xahiş eləmişik ki, bu ictimai yükü, bir ictimai qayğını özlərinə götürsünlər. Həmin futbol meydançalarına görə sakinlərdən, yəni orada oynamaq istəyən uşaqlardan və yaxud da şəxslərdən ödəniş tələb olunurmu? Bu barədə informasiyanız var mı? Qətiyyən heç bir ödəniş tələb olunmur və belə bir ödənişin tələb olunması da arzu olunmaz bir haldır. Yəni, bayaq dediyim nəticələrə gətirib çıxardır. Yəni, Azərbaycan idmanından, Azərbaycan futbolunun bugünkü vəziyyətində belə ödənişlərin tələb olunması, mən hesab edirəm ki, çox pis bir haldır. Yəni, qeyd edirsiniz ki, parklardakı futbol meydançalarına görə ödənişlərin tələb olunması yaxşı hal deyil. Əlbəttə ki, yaxşı hal deyil.